2026-cı ildə 11-ci siniflər üçün keçirilən buraxılış imtahanının riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız müxtəsər vurma düsturlarına əsasən yazırıq ki, bir dəfə 828 çıxılsın 72, bir dəfə də 828 üzərinə gəlir 72 bölünsün 378 bərabərdir. Deməli 8-dən 2 çıxanda 6, 12-dən 7, 5, 756 vurulsun. Burada 0, 0, 9 bölünsün 378. 378 də 756 ixtisar gedir. 2 qalır. 2-ni 9-a vurandan 1800. Cavab C variantı. Növbəti sual. Ədədi silsilədə silsilə fərqini tap. Biz bilirik ki, A28 bərabərdir. A13 üstə gəl 15D şəklində yaza bilərik. Yəni 28 bərabərdir. 58 üstə gəl 15D. Buradan 15D bərabərdir mənfi 30, D bərabərdir mənfi 2. Silsilə fərqimiz mənfi 2B variantı. Növbəti cəmin hasilə çevrilməsidir. Kosinus alfa üstə kosinus beta düsturuna görə biz yazırıq 2 kosinus arqumentlər cəminin yarısı, yəni 38 üstə 18, 56, yarısı 28 vurulsun kosinus bunların fərqinin yarısı. 38-dən 18 çıxanda 20, yarısı 10 dərəcə D variantı. MN AC-yə paraleldir. Onda yuxarıda gördüyümüz üçbucaqla ümumi üçbucaq oxşardır. Biz bilirik ki, burada BN-in BC-yə nisbəti bərabərdir MN-in AC-yə nisbəti. BN bizdə 8-dir. BC isə deməli NC-ni bizə 17 verib. BN-i də verib 8. Ümumilikdə bura olur 25 bərabərdir. MN-i bizdən soruşur. AC-dəki bizdə 20-dir. MN bərabərdir. Burada 20 ilə 25 ixtisar gedər 5-ə. Burada 5 qalar. Burada 4 qalar. Onlar 32 bölü 5. Yəni 6 tam. Deməli onda 4. 6 tam onda 4. Prizmanın həcmin verib bizə 120. Hündürlüyün verib 8. Oturacağın sahəsini soruşur. Bilirik ki, prizmanın həcmi V bərabərdir. S oturacaq vurulsun H-dır. Onda oturacağın sahəsi bərabərdir. Həcmi bölməli hündürlüyə. Bu da bizə verir 15 cm kvadrat. Növbəti. En və uzunluğun verib perimetrini soruşur. Biz bilirik ki, perimetr 2 vurulsun. En üstəgəl uzunluqdur. Yəni hazır 40 plus K vurulsun 2C variantı. Şərtini ödəyən en natural ədədlərinin sayını tapın. Bir dəqiqə burada dəyişilik. Aha, burada deməli, şərtini ödəyən en natural ədədlərin sayını tapın. Qısaca biz elə burada 23-dən 17 çıxmaqla 6 tapmış olarıq. 17, 18, 19, 20, 21, 22, 6 dənədir. Sinifdə 24 şagird var. Bu şagirdlərdən 2 növbətçinin neçə müxtəlif üsulla seçmək olar? Bu da kombinizon 24 elementdən 2-dir. Yəni 24 vurulsun qısaca 23 böl 2-yə. İxtisar getsə 12-ni vururuq 23-ə. Bu da 3, 2-nin 6, 3, 4, 2. 276 C variantı. Sonra 40% bu olan ifadənin 4,5-i biz 10-da 45 yazaq. Növbəti kəsiri 3-də 5 yazırıq. Üstə gəl 2,5. Burada 45 ilə 3 ixtisar gedir 15 qalır. 15-i 5-ə vursaq 75. 10-a bölsək 7,5. Üstə gəl 2,5. Bu da olur 10. İndi deyək 40%-i 10 olan ədəd. 40% 10-dursa 100%-ə x-dir. Ədədi 100-ə vurub faiz göstərən ədədə bölürük. Bu da 25 olur. Şəkildə verilənlərə görə alfa bucağını tap. Alfa bucağı ilə 40 dərəcəli bucaq eyni qövsə söykəndiyi üçün bunlar bərabərdir. Cavab 40 dərəcə. Sinus 60 kök altda 3 bölü 2-dir. Kosinus 30 dərəcə də kök altda 3 bölü 2-dir. Doğru cavab 0. Növbəti 72-ci sual bərabər. 2 üstü. Burada qüvvətlər bir-birinə vurulur. Kök altda 2-ni kök altda 2 vuranda 2 eləyir. Doğru cavab 4. Bərabərsizliyi əldə etmək üçün bərabərsizliyin hər iki tərəfə mənfi 2-yə bölürük. Mənfiyə böləndə işarət dəyişir. Ən kiçik tam həll elə mənfi 4-ün özüdür. Konusun doğranını verib bizə. Konusu çəkirik. Doğran 10 kök altda 3-dür. Oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Hündürlüyü çəkək. Oturacağın radiusunu çəkək. Bax, buranı verib bizə 30 dərəcə. 30 dərəcə. Konusun oturacağının radiusunu soruşur. Bu eri. Bu düz bucaqlı 3 bucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı da 5 kök altda 3. Təpə bucağı 60 dərəcə olduğu üçün 60-ın qarşısındakı katet 30-un qarşısındakı katetin kök altda 3 misildir. Yəni 5 kök altda 3 vurur kök altda 3. Doğru cavabımız 15. 75-ci sual.
Burada biz nə edirik? 2 üstü x vurulsun 2 üstü 3 çıxılsın. 6 vur 2 üstü x kiçikdir. Qüvvətdəki toplamanı ayrı-ayrı hasil şəklində yazırıq. 3 üstü 1 çıxılsın 3 üstü x. Burada 2 üstü x-i mötərizə xaricdən çıxaranda qalar 2-nin kubu çıx 6. Buradan da 3 üstü x-i mötərizə xaricdən çıxaranda qalar 3 minus 1. Bu da 2'dir, bu da 2'dir. Qalır 2 üstü x kiçikdir 3 üstü x. Bu bərabərsizliyi ödəyən ədədlər müsbət ədədlərdir. Müsbət ədədlərdir. Və bu şərait ödəyən ən kiçik tam həll də 1 olacaq. AB iki rəqəmli ədədlər arasında kök altda AB natural ədəddir. Biz bilirik ki 90 dənə ümumilikdə iki rəqəmli ədəd var. Amma kök çıxanda natural ədəd eləməsi üçün iki rəqəmli ədədlər 16-dır, 25-dir, 36-dır, 49-dur, 64-dür və 81-dir. 1, 2, 3, 4, 5, 6 dənə ümumilikdə natural ədəd var. AB ədədlər arasından seçilsin. Natural ədəd olsun. Kök altda AB natural olması üçün bizim 6 mümkün halımız var. Seçilmiş həmin ədədin tək ədəd olması. Tək ədədlər burada 25-dir, 49-dur, 81-dir, 3 dənədir. Bu da 0,5-dir. Növbəti loqaritma. 81-i biz deməli 3 üstü 4 yazaq. 8-i 2-nin kubu yazaq. Bölünsün 9-u 3-ün kvadratı, 32-ni 2 üstü 5 şəklində yaza bilərik. Burada 3 bölünsün 4 gəlir qarşıya. Qalır loqaritma 3 əsasdan 2. Burada da 5 bölü 2 gəlir qarşıya. Qalır loqaritma 3 əsasdan 2. Loqaritmalar ixtisar gedir. 4-də 3-ü vururuq 5-də 2-yə. Burada qalır deməli 10-da 3. Cavab 0,3. Qapalı sualların izahını deyəcəm. Yəni kodlaşdırma və qapalı. Deməli, növbəti sual 10 vurulsun. X-in qiyməti mənfi 0,4-dür. Kvadratı çıxılsın 5 vur. Modulda mənfi 0,4 plus 3. Mənfi 0,4-ün kvadratı 100-də 16-dır. Çıxılsın 5 vurulsun 0,4. 5-i 0,4-ə vuranda bu 2 olur. Üstə gəl 3. Bu bizə verdi 1,6 çıx 2 üstə gəl 3. Bu da 2,6-dır. 3-dən 2 çıxanda 1, 1 üstə 1,6 olur. 2,6.